Gəlin indi komponent və variant hazırlayaq. Komponent, variant nədir? Məsəl üçün, burada bizim məlumat butonumuz var. Bu məlumat butonu bir iş hazırlamışıq, web sayt hazırlamışıq və yaxud mobil tətbiq. 80 və ya 70 səhifənin hamısında bu məlumat butonu var. Sonradan dəyişiklik gəlir ki, bu məlumat butonunun rəngi filan kodda olacaq. Məsələn, qırmızı, yaşıl hansısa bir rəngdə olacaq. Uzunluğu dəyişəcək və yaxud corner radiusu, kənar radiusları dəyişəcək və bunu əllə bir-bir 80 səhifədə dəyişmək əvəzinə bunu komponent eləyib əsas komponentdə dəyişikliyi eləsək və bu əsas komponentdəki dəyişiklik 80-70 dənə səhifəyə eyni anda təsir eləyəcək və bizim işimizi asanlaşdıracaq. Bunun üçün nə etməliyik? Məsələn, burada bir dənə butonumuz var. Sağ üst tərəfdən baxın, Create Component. Klikləyirik üzərinə. Bu oldu komponent və üzərinə komponent işarəsi düşdü. Bu bizim əsas komponentimizdir. Bunu işin daxilində istifadə eləmirik. Bunun kopyalarını işin daxilinə əlavə eləyəcəyik. Və məsəl üçün bizə dəyişiklik gəlir. Hətta bir neçədən kopyasını da çıxaram. Yerləşdirim bura. Bizə desələr ki, dəyişiklik olacaq butonda. Butonun rəngi hər hansısa bir, məsələn, qırmızı və ya hansısa bir rəng olacaq və biz klikləyib onu əsas komponentdə rəngini dəyişəndə bütün hamısında dəyişəcək. Baxın, burada dəyişən kimi bütün hamısında. Məsələn, deyir ki, məlumat olmayacaq butonun daxilində. Həmin söz olacaq qeydiyyat. Baxın, bu oldu qeydiyyat. Baxın, əsas komponentin üzərində dəyişiklik eləyən kimi hamısı bütün kopyaların üzərində dəyişir. Məsələn, bunu atırıq kənara, bu hissəyə. Məsələn, yaxınlaşdıraq buna. Və biz 80 və ya 75-ci səhifədəyik. Məsələn, bu bir çox komponentimiz var bizim işimizin daxilində və bu komponentin hardan kopyalandığını tapmaq üçün sağ üst tərəfdə baxın. Burada From this file. Buna klikləyən kimi səni əsas komponentin hardan ki kopyalanıb, kopyasını götürmüşük, ora aparır və sən istədiyin dəyişikliyi, məsələn, buradan uzunluğunu dəyişsən, baxın, hamısının uzunluğu dəyişəcək. Ölçüsünü, yazısını, rəngini, hər bir şeyi, nə istəsən dəyişsən, burada dəyişikliklər olacaq. Kopyaların hamısında dəyişikliklər olacaq. Sonra bunun, məsəl üçün, variantlarını çıxara bilərik. Eyni ilə bunun daxilinə, məsəl üçün, Ctrl-C eləyib, məsələn, bunun daxilinə buton yerləşdirə bilərik. Və məsələn, yazını, butonun rəngini uyğunlaşdıra bilirəm. Təxminən belə bir butonun rəngini dəyişdik, yazını dəyişəcəkdik. Belə bir rəng qoyaq. Aralarındakı məsafəni artıraq, məsəl üçün, belə bir şey olacaq. İndi bunun variantlarını çıxara bilərik. Məsələn, komponentimizi hazırladıq. Baxın, sağ üst tərəfdə add variant var. Məsəl üçün, add variant eləyirik. Kliklədik. Hətta gəlin add variant eləməmişdən əvvəl məsələn, belə bir funksiyonallıq var, onu göstərim sizə. Məsələn, tutalım ki, bu bizim yazımızdır. Butonun daxilindəki yazıdır. Appearance əlavə eləyəcəyik. Məsələn, burada baxın, appearance yazılıb və yaxınlaşdıranda apply variable və yaxud property. Məsələn, klikləyirik burada, plus işarəsi var. Plusa klikləyirik, baxın, burada property yazılır. Məsələn üçün, burada show qeydiyyat, true, bir də value var burada. Create eləyəndə, create property. Bu bizim propertimiz hazırlandı. Bu nə üçündür? Klikləyirik burada. Baxın, burada adı yazılıb. İndi bunun kopyasını çıxaraq. Məsəl üçün, belə yerləşdirdik. Baxın, burada istəsək biz qeydiyyat sözünü görünməz eləyə bilərik. İstəsək açıq eləyə bilərik. Və bu buradakı ikon üçün də aiddir. Məsəl üçün, klikləyirik. Burada appearance-a klikləyirik və yenə plusa klikləyirik. Baxın, burada show hurt, yəni burada ürəyi göstər. Create property eləyirik. Məsələn, klikləyək bura. Qalxırıq yuxarı, baxın. Qeydiyyatı da, ürəyi də silə bilirik. Belə
İstəsək bu formaya gətirə bilərik. Burada haqq content eləyək. Haqq content elədik. İndi məsələn qeydiyyatı. Baxın buton özü də kiçildi. Məsələn, baxın qeydiyyat saxladıq sadəcə. Butonun öz forması dəyişdi. Bunu indi silək. İndi bunun variantlarını çıxarırıq. İndi burada sağ üst tərəfdən plusa klikləyirik. Variant əlavə olundu. Variant nədir? Bir butonun hover variantı ola bilər, deaktiv variantı ola bilər, default variantı ola bilər. Məsəl üçün bu bizim oldu default variantımız. Klikləyirik. Bunun da adını dəyişək. Məsəl üçün qoyaq. Bu olsun bizim deaktiv variantımız, variant 2. Və yaxud burada deaktiv yaza bilərik və yaxud variant 2 olaraq saxlaya bilərik. İndi nə edirik? Bunun deaktiv forması, məsələn, rəngini dəyişək, daha solduraq. Məsələn, bu bizim oldu deaktiv variantımız. Sonra bir dənə də kopya, yəni variant çıxarırıq. Bu olsun onun stroke variantı. Filini silirik, stroke əlavə edirik. Məsələn, bu onun oldu stroke variantı. Sonra nə edə bilərik? Bu üçü qalsın. Okay. Və bunun adını dəyişmədik. Bir dənə qalxaq buradan. Deaktiv əvəzinə bunu eləyək. Stroke. Məsələn, belə bir şey. Bu indi kopyasını çıxarırıq, kənara atırıq. Tutalım ki, bu qeydiyyat butonunun üzərində dəyişmək istəyirik. Klikləyirik. Variant 2. Məsələn, bunu stroke formasına salıb. Bunun adı niyə deaktiv qaldı, baxaq. Bunun adı deaktiv, məsələn, qoyaq stroke. Bu oldu stroke. Kliklədik. Stroke. Variant 2, məsələn, bunun da adını dəyişək, eləyək. Buradan klikləyək, dəyişək, eləyək. Deaktiv. İndi bunu klikləyirik. Tutalım ki, hansısa bir işin daxilində qeydiyyat butonumuz var və onun deaktiv, aktiv və stroke variantını seçməliyik. Biri var ki, gətirib buradan bir-bir sürüşdürəsən səhifənin daxilinə, onda məsafələrində qaça bilər, istədiyin kimi olmaya bilər, yəni sürüşmə ola bilər, silib yerinə başqa yerdən buton gətirəndə. Bir də var ki, bu tip klikləyirsən, məsələn, stroke eləmək istəyirsən, klikləyirsən, bu stroke olur. Klikləyirsən, məsələn, burada appearance əlavə eləmişik. Məsələn, qeydiyyatı silirik, burada ürəyi də silə bilərik. Məsələn, qeydiyyatı açırıq, istədiyimiz formada eləyə bilərik. Məsələn, variantı da bu cür göstərmək olar. Bunu inputlar üçün də eləyə bilərik, kart dizaynlar üçün də eləyə bilərik, hər bir şey üçün istifadə eləyə bilərik.